Yuxu filminin çəkildiyi Buzovna kəndinə gəlmişik və həmin həyəti çəkib sizə göstərəcəyik. Arzum yüreğimde kalmasın diye öpürem bakımın kilavarını sırdaşım kilavar küleyene var tek sen sevik. Hüdayə xanım, siz Yuxu filminin çəkilişlərinə şahidlik etmişsiniz də. Nələri xatırlayırsınız, ümumiyyətlə, nə yadınıza düşür? Gəldilər burada çəkiliş üçün hazırlıq gördülər. Sonra 3 ay yayı bizdə çəkiblər. İyul ayından avqust ayına bizdə gəlib çəkiliş olub. Baharla suya girəndə basdılar mənə güllüyə. Çox şey! Buyurun, dayan. Sizin əyləşdiyiniz stul da o vaxtdan qalmadı. Nəsibə xanım bu stulda əyləşib, eləmi? Bəli. Bu da qaynaqamdan qalma stoldu, kreslodu. Nəsibə xanıma rəhmətliyə də qismət olub, o da oturub. Hələ ki, davam edir. Əl çəkin də, ağız əl çəkin də. Çox mehriban, sonra gülər üzlü qadın idi. Elə bil ki, adamla çoxdan tanışdı, dostdu. Belə adam elə bil ki, qızı kimi rəftar edirdi. Hətta Nəsibə xanım sizdən meyvə də alıb, qaysı alıb. Bəli, qaysı ağacımız var idi. Dedim, mən Bakı qayısı istəyirəm, indi uca quruyub o ağac. Bir vedrə dərdik, verdi yoldaşım o vaxt, rəhmətlik ona apardı. Sonra gördük həmin vedrəni yenə tezədən qaytarıb, içinə də padarka qoymuşdu, hədiyyə götürüb gəlmişdi. Məsələn, siz filmdə çəkilmişsiniz ya ailə üzvlərinizdən kimlərsə filmdə rol alıb? Xeyr, almayıblar, ancaq qonşularımızdan 2 dənə qadın var idi, o epizodik rollarda iştirak ediblər. Nəsibə xanımı sakitləşdirirlər ki, ay bacı, o... Məsmə xanım. Məsmə xanım, sonra bu bir qız, bir oğlanındır. Düşünürsünüz, biləcək, həyəcan keçirirsiniz də, qaçırdıb da. Gül kimi qızdır, inşallah toyun eləyər. Buyuraq olsun, ay başına dönüb, yuxu görmüşəm. Əşi başa düşmüsən ki, yuxuda qaçırdı bu it qızını. Bu həyətə başqa kimlər gəlib də, kimlər qonağı olub bu həyətin? Siyavuş Aslan, sonra Yaşar Nuriyev, Zərnigar Atakişiyeva. Filmdə çəkilən... Filmdə çəkilənlər hamı demək olar, əksəriyyəti burada olublar. Bu çərhovuz elə o vaxtdan qalmadı. Yəni, restavrasiya olunmayıb, bərpa olunmayıb. Özünüz dəyməmişsiniz ümumiyyətlə, yəni, yoxsa düşünmüşsünüz ki, qoy tarix yaşasın da? Necə, elə özümüz xoşum gəlir, mənə əvvəldən olub, hələ hindi də qalıb, həmişə də mən xoşlayıram onu təmiz saxlamağa. O film bugün efirdə göstəriləndə yəqin ki, nostaljiyanlar yaşayırsınız. Bəli, həmişə baxanda sevinirəm də, amma bu bizim həyətdir. Görsə, qonşular zəng vurur, deyirlər ki, sizin həyətdədir, ya kino çəkilmişdi, ya həmin kinonu göstərirlər. Bir qonorar oldu mu sizə? Hə, 10 şirmanı vaxt pul verdilər bizə. Nemət, Yuxu filminin bəzi hissələri bu məhəllədə və bu evdə çəkilibdir. Hansı səhnə idi? Polis rəisinin evidir bu. Sadəcə kadrlar küçədən çəkilib. Həyət daxili kadrlar yoxdur burada. Qapı cüzü dəyişikliyi olub, amma ümumi format qalıb hamısı. Ümumiyyətlə, bu zonda bir çox möhtəşəm kinolar çəkilib, tarixi kinolar. Hansı ki, günü bu gün də sevilir və baxılır. Allah xeyir versin.